Hər vaxtınız xeyir. Hər birinizi Qadın kanalında xoş gördük. Bugün sizinlə milçə ilə rezin toxumağın başqa üsulunu öyrənəcəyik. Bunun üçün mən əvvəldən belə bir zəncir toxudum və ikinci sıranı nakidli sütunlarla gedirəm. Həmişəki kimi bir ilməni ötürürəm. İkinci ilmədən toxuyuram. Bizim playlistimizdə milçə ilə artıq bir üsul rezin toxumaq var. Yəni siz o dərsi izləyə bilərsiniz. Sadəcə bu ondan azacıq fərqlənir. İndi siz özünüz də hazır olanda görəcəksiniz. Bütün sıranı sütunlu nakidlərlə toxuyuruq. Sütunlardan ibarət sıranı bitirdik. İndi rezin toxunuşuna başlayırıq. 2 boş ilmə atıram, çevirirəm və bir ilməni gördüyünüz kimi arxa tərəfdən irəli gətirirəm, belə tuturam. Nakidli sütun toxuyuram. Digərini isə milçəni arxa tərəfdən gördüyünüz kimi aparıram. İlməni də arxa tərəfdən keçirdirəm. Təkrar milçəni ön tərəfdən tuturam, sapı ön tərəfdən aparıram və milçəni arxa tərəfdən tuturam, sapı arxa tərəfdən aparıram. Birinci sırada sizdə rezin hələ o qədər səliqəli görünməyəcək. Narahat olmayın, ikinci sıraya keçəndə artıq aydın görəcəksiniz. Beləcə bir ilmə öndə, bir ilmə isə arxadan sıranı bu qayda ilə tamamlayırıq. Sıranı tamamladıq və sonuncu sütun qalmadığı üçün biz sütun üzərindən bunu toxuyuruq, sonuncu ilməni. Və yenə 2 boş ilmə atıb toxuduğumuzu fırladırıq və bu dəfə öndə olan ilməni siz əlinizə aydın görəcəksiniz. Elə mən bilən indi də belə kamerada da görünməlidir. Bəzi ilmələr ön hissədədir. Öndə olan ilməni yenə öndən toxuyuruq. Gerili olan ilməni isə arxadan. Və onu da qeyd edim ki, artıq bu sıraya keçəndə sizdə ilmələri görmək daha rahat olacaq. Çünki həqiqətən də ilmələrin bəziləri ön hissədə, bəziləri isə arxa hissədə yerləşir. Və siz rahatlıqla rezini toxuya biləcəksiniz. Təkrar ön hissədə yerləşən ilməni ön hissədən toxuyuruq. Yəni sapı ön hissədən aparırıq. Arxada yerləşən sütunu isə arxa tərəfdən toxuyuruq. Və eyni qayda ilə bütün sıranı davam edirik və hər dəfə də növbəti sıraya keçəndə 2 boş ilmə atırıq və istədiyimiz hündürlükdə rezin alınana qədər toxumağa davam edirik. Beləcə biz ikinci üsul belə deyək ki, rezinimizi toxumağı öyrəndik. Növbəti dərslərdə görüşmək ümidi ilə kanalımıza abunə olun ki, yeni dərslərdən xəbərdar olasınız və videonu bəyəndinizsə aşağı hissədə mütləq bəyənmək işarəsini basmanızı xahiş edirik. Beləcə biz dərsimizi yekunlaşdırdıq. Hələlik.